Salam əziz və dəyərli şagirdlərim. Bu günləri sizinlə bir məsələni həll etmək istəyirəm. Bilirsiniz ki, uşaqlar, 9-cu sinifin buraxılış imtahanında bizə 26-cı sualda şəkillər təqdim olunur və biz bu üç şəkli bir-bir təsvir etməliyik və bir hekayə qurmalıyıq. Ən azı 35 söz olmalıdır. Və nəzərinizə çatdırım ki, artikellərdir, ümumiyyətlə nə ayrı yazılırsa, onlar hamısı bir söz kimi deməli hesab olunur və biz də burada şəkili əhatəli yazmalıyıq ki, yəni bizə yaxşı qiymət verilsin. İndi mən başlamaq istəyirəm. Şəkildə nə görürük? Yəni vaxt itirmi? Birbaşa başlayaq, şəkli təsvir edək. Deməli, şəkildə bir oğlan görürük. Oğlan, yəni ki, axşam vaxtıdır, küçədədir. Küçədə uşaqlar nə görür? Bir pişik görür. Sonra görür ki, o pişiyi evə gətirir. Aydın oldu. Sonra anasına göstərib, anası onu qeydinə qalır, onu yem verir, südlə yedizdirir. Yəni, biz bunları indi ingilis dilində deməliyik. Yəni söz çox olsun deyə biz birinci burdakı vəziyyəti, havanı, hava şəraitini belə biz təsvir edə bilərik. Məsələn, ingilis dilində biz demək istəyirik ki, bir axşam idi. Axşam idi ümumiyyətlə. Necə başlayacaq cümləni? Deməli, siz hekayəni indiki zamanda da yaza bilərsiniz. Amma yəni keçmiş sadə zamanda da yaza bilərsiniz. Keçmiş sadə zamanda yazaq daha maraqlı bir hekayə alınsın. Deyək ki, gecə idi, axşam idi. Bax, cümləni belə başlayacağıq. It was It was evening. It was evening. Axşam idi. Burada artıq uşaqlar üç sözümüz var idi. Və oğlana bir ad qoymalıyıq. Məsələn, oğlana istədiyiniz adı yəni ki, çəkə bilərsiniz, yaza bilərsiniz. Mən oğlanın adını qoyacağam Mike. Bu da ki, a cat. Bu da ki, pişikdir, düzdür? Deməli, Mike neynirdi? Küçədə gəzirdi. Aydın oldu, piyada yeriyirdi özü üçün. Deməli, yerimək də uşaqlar walk feilidir, yerimək. Mike deməli küçədə idi yazsa was in the street. Amma biz onu biraz da əhatəli, geniş yazırıq ki, o küçədə gəzirdi. Düzdür? Bu da olacaq keçmiş davam edici zaman forması. Mike was walking formasından istifadə edəcəyik. Mike was walking in the street. In the street. Birdən o pişik gördü. Arkadaşlar bir pişik görür beləsinə. Elə bir şey özümüz də o nəsə ona qatmalıyıq da bu cümlələri ki, biraz da maraqlı olsun. Çünki biz hekayə qururuq. Birdən o bir pişik gördü. Birdən sözü uşaqlar rus dilində vdruk, suddenly o bir pişik gördü. Ardıcıllıq necə olacaq? O gördü, nüqtədə xəbər. Deməli, Mike oğlan adı olduğu üçün he götürəcək. See görməkdir. Deməli, see uşaqlar yazıram bu yuxarıda. Görməkdir. Onun keçmiş zaman forması olacaq saw. He saw a cat. Cat sözün e ilə deyəcəyik. Çünki o bir pişik gördü. Aydın oldu? O bir pişik gördü. Sonra məsələn, çox dərinə gedə də bilərsiniz, getməyə də bilərsiniz. Yəni ki, əsas odur ki, biz bu şəkili A1 səviyyəsində, A2 səviyyəsində demək tamamlayaq. Neçə sözümüz var? 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Artıq biz bir şəkili təsvir etdik. Buna yenə də bir qiymət ala bilərik. Aydın oldu, 4-5 bal, yenə də burada biz 6 bal, yəni ki, qazana bilərik. Ümumi deməli 5 sualın cavabına dəyir bu şəklin cavabı, nəticəsi, yəni ki 16.75 bal. Deməli evdədir bu pişik, düzdür? Deməli, neymiş? Biraz sadə dillə izah edirəm ki, çox dərinə getmirəm, çünki yeni başlayanlar üçün və çətin olmasın da. Çünki imtahan vaxtı da bəzən bunu yazmağa vaxt olmur, ya da ki, çox dərindən düşünmək olmur. Deməli, Mike pişiyi evinə aparır. Mike
Pişiyi evinə götürür, aparır. Take olur keçmişdə took. Took. İndi pişiyi aparıbsa uşaqlar, pişiyi artıq biz orada Z göstərəcəyik. Birinci dəfə E-lə istifadə elədik. Aydın oldu. A cat. Bu da olacaq. Mike took the cat home. Evə apardı. Düzdür? Deməli 13 sözcükdə eləmi? 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. Yəni burada biz 19 sözünü yazırıq, rəqəmini yazırıq. Mike took the cat home. Sonra, əgər evə aparıbsa və neyniyib? O pişiyi anasına göstəribdir, düzdür? Hə. Burada da bir dənə söz var, onun başını sığallayır. Sığallamaq sözü uşaqlar, o bu sözdür. Carries. Bax beləsinə. Deyə bilərsiniz ki, he carries pişiyin başını sığalladı. The cat's head və sonra onu anasına göstərdi. And sonra then də götürə bilərsiniz. Then after that də götürə bilərsiniz. And after that o, yəni Mike, he göstərmək uşaqlar show feilidir. Show keçmişdə göstərdi. Showed the cat pişiyi göstərdi. Deməli anasına to his mother. 19 var idi. 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34. Artıq 34 sözümüz vardı. Beləsinə. Deməli, onun anası deməli təəccüblənmişdi yaza bilərsiniz. Məsələn, gəl yazaq biraz da geniş olsun, maraqlı olsun. Deməli, his mother təəccüblənmişdi, was surprised. O onu südlə yedizdirdi, süd verdi ona, məsələn, bu formada demək istəsək, she, deməli, feed feili var uşaqlar, burada siz yuxarıda yazıram. Feed, yemləmək, yem vermək, yedizdirmək. Amma burada biz keçmişdə yazarıq ona fed. She fed the cat. She fed the cat. Deməli, with some milk. Yəni südlə onu yedizdirdi. Başa düşdünüz? She fed the cat with some milk. Və onların üzündə biz o, necə deyərlər, xoşbəxtliyi görürük, sevinci görürük, məmnunluğu görürük. Sonluqda deyə bilərik ki, onlar sadə cümlələrdə istifadə edilir, çox dərinə getməyim. 11-ci sinif deyilsiniz ki. Onlar yəni sevincək oldular, özlərini xoşbəxt hiss etdilər və belə bir şey deyə bilərik ki, they deməli felt happy. Mən bu şəkildə çox dərinə də getmədim, bilirsiniz uşaqlar, çünki şagirdlər təzə başlayır, onları qorxutmaq olmaz. Yəni belə də yazsalar, onlara müəyyən balı verəcəklər. Aydın oldu? Yəni ki, özünüzü sıxmayın, qorxutmayın, lüğət öyrənin, sadə cümlələrdən istifadə edin və sizin inşanız alınacaq. Gəlin sayaq. 34-dür, düzdür? 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48. Yəni 50-yə yaxın biz burada söz yazdıq uşaqlar. Bunun da bizə xeyri var. Niyə? Hər hansı bir sözlər təkrarlanıbsa, birdən o sözləri belə götürməsələr, yenə də bizdə ən azı 35 burada söz vardır. Aydın oldu? Yəni bunu yazmaq elə də çətin deyil. Sadəcə istəmək lazımdır, nə bilim, məşğul olmaq lazımdır və nəticə əldə etmək lazımdır. Belə uşaqlar. Sağ olun. Yenə də digər materiallarla sizin qarşınıza çıxacağam. Siz izləyin YouTube-dan, mümkünsə bəyənin, yəni ki, abunə olun, yorumlarda da fikirlərinizi yaza bilərsiniz. Sağ olun.